Aprelin 22-sində Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Türk dünyasının görkəmli alimi, səhiyyə və təhsil qurucusu, Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü Professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş elmi konfransı keçirilib. Konfransa giriş sözü ilə açan Azərbaycan Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbibbəyli, Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü Professor İhsan Doğramacının Türk dünyasının son 100 ildə yetişdirdiyi ən önəmli və əfsanəvi şəxsiyyətlərindən biri olduğunu söyləyib. Qeyd edib ki, Professor İhsan Doğramacının Türkiyədə və eləcə də bütün Türk dünyasında səhiyyənin, təhsilin inkişafına verdiyi töhfələr bugün qürurla, iftixarla xatırlanır. Professor İhsan Doğramacının Türkiyədə təhsilin inkişafı sayəsində xidmətinə toxunan Akademik İsa Həbibbəyli, onun uzun illər Dünya Səhiyyə Təşkilatında Türkiyəni təmsil etdiyini və təşkilatın nizamnaməsinə imzasını atan şəxslərdən biri olduğunu deyib. Professor İhsan Doğramacının hər zaman Azərbaycanı ikinci vətəni kimi qəbul etdiyini və Azərbaycan sevdalısı bir şəxsiyyət olduğunu deyən Akademik İsa Həbibbəyli, alimlə Ulu Öndər Heydər Əliyev arasında hələ Sovet illərindən başlayan sıx dostluq, qardaşlıq bağlarının yarandığını və sədaqətlə ömürlərinin sonlarına kimi bu dostluğu sarsılmaz şəkildə davam etdirdiklərini bildirib. AMİA rəhbəri Professor İhsan Doğramacının ölkəmizdə elmin, səhiyyənin inkişafına və tibb üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində unudulmaz fəaliyyətinə görə xalqımızın sevgisini qazandığını bildirib. Sonra çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Professor İhsan Doğramacının həyatı və fəaliyyəti barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, 1984-cü ildə onun təşəbbüsü ilə Bilkənt Universiteti qurulub, 11 il Türkiyənin Ali Təhsil Qurumunun başqanı olub. Türkiyəni uzun illər Dünya Səhiyyə Təşkilatında ən ali şəkildə təmsil edib. UNICEF-in idarə heyətinin üzvü kimi uşaqların sağlamlığı və təhsili ilə bağlı vacib qərarların qəbulunda mühüm rol oynayıb. 100-ə yaxın elmi əsərin müəllifi olub, yeni doğulmuşlara qulluq əsəri dəfələrlə nəşr edilib. Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Akademik Əhliman Əmiraslanov çıxışında Professor İhsan Doğramacı ilə ilk tanışdığından, onun Bakıya səfərindən və Ulu Öndər Heydər Əliyevlə olan sıx dostluq, qardaşlıq münasibətlərindən danışıb. Daha sonra çıxış edən xalq rəssamı Akademik Ömər Eldarov ümumilli liderin təşəbbüsü ilə hazırlanmış və Bilkənt Universitetində ucaldılmış Professor İhsan Doğramacının heykəlinin necə ərsəyə gəlməsindən danışıb. Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti Akademik İradə Hüseynova isə çıxışında Professor İhsan Doğramacının Türk dünyasının qürur mənbəyinə çevrildiyini, pediatriya elminin görkəmli nümayəndəsi, Türkiyə və dünyanın bir sıra ölkələrində təhsil sahəsində inqilabi yeniliklərə imza atmış bir ziyalı olduğunu vurğulayıb. Daha sonra çıxış edənlər Professor İhsan Doğramacı ilə bağlı xatirələrindən, onun Türk dünyasında səhiyyənin, təhsilin elmi inkişafına verdiyi töhfələrdən danışıblar. Leyli Namiq qızı, Fərid Həşimov, Elm TV.